Sözünü deyim, başını kəssən də kəti yalan danışmaz. Bir dənə evdə kəhraba inəyim var. Onu da satsam, onda balalarım acından qırılar, gözlərim qanasını alır. Bax, pulun yoxdur qoca. Pulun yoxdur. Sən öyle yoxdur. Mənim yoxdur. Sən öyle sən yoxdur. Aki, nə pul, nə inək, rüşvətxoram, nəyəm mən sənin üçün? Qoca, gəl belə elə. Sən fevral ayının 29'unda saat 10 üçün ol burada. Kağızları qollayım sənin üçün. Allah balaları saxlasın. Allah ömür versin. Salam gözümün işığı. Haradasan ay qoca, martın biridir. Qadaları yalıma oğul. Bax bu vaxtı mənim qələmləri ələk-vələk eləmişəm. Səbirlə də gözləmişəm, parmağımla da saymışam. Dünən fevralın 28 idi, bugün martın 1-idir. Və bu 29 necə oldu? Ay qoca, bu gələninin təqvimiymiş. Gəl sən gələn ilin fevralın 29'unda gəl. Qollayım kağızları. Allah balaları saxlasın. Allah ömür versin. Qadaları uyalmay bala, nə fevral, nə mart, axı indi apreldir. Mən bu vaxta qədər nə tər gözlüyüm ay bala. Sən elə yaxşı budur, başıma bölərəm, buna qol çəkmən çıxım gedim. Bax, o kəhraba inək demişdim ha. Sənin başıma and içirəm, onu sabah aparıb sadacam, sənin xəcalətindən çıxacam. Deyirsən o? Sən ölürsən. Yaxşı. Qol çəkirəm ha. Çək, Çəkirəm ha. çək, çək. Çək, qadan alın. Çək, başıma dönüm. Çəkdim. Yaxşı elə. Nə vaxt gözləyim sən? Aprelin 31'inde dediğim kimi aprelin 31'inde saat 10'da qulluğunda hazıram, inan inandığımıza. Kəndimiz, 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 nə gözəldir, nə qəşəydir, kəndimiz. Evi yıxılsın qoca.